Dostlar, mərkəzdə torpaq axtaranlar çox yaxşı bilir ki, hazırda Balakəndə həm yerləşməsi yaxşı olan, həm də sənədləri tam qaydasında olan yer tapmaq mürəkkəb məsələdir. Bu gün mərkəzi küçələrin biri olan Mehdi Hüseyn küçəsində bazarın düz yaxınlığında bu 4 sotulu torpaq sahəsinə baxarıq. Gəlin müsbət və ya mənfi tərəflərini birlikdə dəyərləndirək. Buranın ən böyük üstünlüyü harasındadır? Gördüyünüz kimi tam iki küçənin kəsişməsindədir. İki tərəfi hasarlanıb, digər iki tərəf isə birbaşa yola baxır. Asfaltın düz kənarıdır, gediş-gəlişi isə boldur. Bura həm saxlayıb gələcəkdə satmaq üçün, həm də elə indidən iş görmək üçün münasib bir yerdir. Təbii ki, mərkəzə yaxın olduğu üçün burada maşınların hərəkəti sıxdır. Qiymətə gəldikdə isə sahibinin dediyi rəqəm bir sotu üçün 10.000 AZN-dir. Mərkəzdə biznes potensialı olan və sənədləri tam qaydası olan torpaqların real bazar qiyməti aşağı-yuxarı belədir. Artıq əskiyi tərifləməyə ehtiyac yoxdur, yer göz qabağındadır. Mənim fikrimi soruşsanız, gəlib yerində baxmağa dəyər. Aşağıdakı nömrəyə zəng edin, vaxt təyin edək, gəlin torpağın üstündə durub, öz gözünüzlə görün və özünüz qərar verin. Hər gün belə real elanlar paylaşıram. Qaçırmamaq üçünsə kanala abunə ola və videonu bəyənə bilərsiniz. Bu arada, əgər sizin də Balakəndə satmaq istədiyiniz mülkünüz, torpağınız varsa mənə bildirin. Heç bir şirkət olmadan olduğu kimi çəkib təqdim edək. Sağ olun, görüşənədək.